Salam dostlar, Kristal Abşeron 2 layihəsi indi sizə göstərəcəm. Burada bir dənə boş kvartira var. Demək, belədir koridor. Kanalımda video var, amma yenə də istədimsə detallı göstərim. Çox adam deyir ki, yəni necədir, baxın necədir. Birinci görünüşdə çox səliqəlidir. Əlbəttə ki, burada yaşayanda, istifadə edəndən sonra baxın, heç nə dəyişmirlər, qruq söz verilir. Çünki mən görürəm səhifələrdə yazılar ki, qruq deyil falan. Yazılıb ki, qruqdur. Çiğdir bura. Görünür, bilmiyorum, yazısı var. Buranın qapılarına göstərim, siz detallarla göstərirəm. Belə. Bu, deməli, 2 otaqlıdır. Bu otaqdır. Sələdə remont gedir. Bu 2 otaqdır. Yəni, sizə göstərim o biri otaqları da. Fərxad, sən gəl işığı yandır tez ol. Bura kuxnadır. Bu 2 otaq və mətbəx. Yəni studiya deyil. Burada balkonudur. Balkonu açıqdır. Burada kondisioner üçün yer var. Bura biraz uzun balkondur. Həm mətbəx, həm otaq. Amma bu 3 otaq, yəni studiya olanda isə bir balkondur, çox balacadır. Heç mən elə ki kondisioner qoymamışıq, bilmirəm necə olacaq orada kondisioner. Baxın, bura 3'dür. Yasamal 3 tikinti, görün nə qədər qaldırıblar. Gedək. Buradan qonaq otağıdır. Tək qonaq otağı üçün yaxşıdır, normaldır. Amma studiya olanda artıq balaca olur. Bu başı olur studiya və olur balaca. Belə isə pis deyil, əlbəttə ki. Kondisioner xətti, elektrik xəttləri falan, TV xətti, siz detallarla maraqlanırsınız. Hadi çəkeyim sizə necədir burada. Bütün arzusunda olanlara qismət olsun.